Bismillah. Bürclərin 14 maya ən düz proqnozu və günün pulda ən şanslı və ən gərgin bürcləri. 14 may üçün bürclərin ən dəqiq və daha konkret proqnozu belədir. Qoç, bugün qərar verməkdə tələsmə. Biraz gözləsən daha yaxşı fürsət çıxacaq. Pul gəlir, amma düzgün idarə etməsən tez itə bilər. Buğa, stabillik davam edir. İş və maliyyədə rahat nəfəs alacaqsan. Pul artım var, qazanc yığmaq üçün yaxşı gündür. Əkizlər, sürətli və dəyişkən gündür. Gözlənilməz xəbərlər ala bilərsən. Pul qəfil gəlir, qəfil xərclər. Xərçəng, biraz gərginlik hiss oluna bilər. Duyğularını idarə et. Pulda riskli gündür, borc vermə. Şir, parlaq gündür, özünü göstərmək üçün ideal zamandır. Pul, böyük qazanc və uğurlu sövdələşmə şansı var. Qız, detallara diqqət et, sənə qazanc gətirəcək. Səbirli ol, sabit və artan gəlir var. Tərəzi, tarazlığa qorunmazsa çətinlik çəkə bilərsən. Pul, zərər ehtimalı var, risk etmə. Əqrəb, güclü enerjidəsən, qərarların düz çıxacaq. Pul, gözlənilməz pul və ya əlavə gəlir mümkündür. Ox atan, hərəkətli gündür, amma diqqətsizlik problem yarada bilər. Pul gəlir, amma çox qalmaz. Oğlaq, işdə yüksəliş enerjisi var. Planların həyata keçəcək. Pul, yaxşı qazanc və sabitlik. Dolça, yeni ideyalar və fürsətlər gündəmdədir. Pul, qeyri-adi yerdən pul gələ bilər. Balıqlar, həssaslıq yüksəlir. Aldanma ehtimalına diqqət et. Pul, maliyyə isə ehtiyatlı ol. İtki riski var. Günün pulda ən şanslı bürcləri. Şir, oğlaq, buğaq. Günün pulda ən gərgin bürcləri. Tərəzi, balıqlar, xərçəng.